Deməli, vəziyyət belə olub ki, ermənilər Sələkdara hücum eləyiblər. Bizim 1-ci batalyonun uşaqları orada. Ermənilərin bir vertolyotunu vurub salıblar. Özləri görüblər dəriyə necə düşdü, yandı. İkinci vertolyotu vurublar, ikinci vertolyot gedib Getevan tərəfə düşüb. Və eyni zamanda Sələkdardan Getevana tərəf olan fermanın yanında birinci döngəni minalamışlar biz. Həmən minalanan yerdə bir dənə tank, birinci tank gələn kimi minaya düşdü ermənilər. Sonra onun dalınca BMP-2 minaya düşdü. Və ermənilər yuxarıdan Ağdabanla Sələkdarın arasından Nasirevin hücuma keçdilər. Və bizim DŞK, hansı ki birinci post olan DŞK, həmin o ermənilərə güclü müqavimət göstərdi. Düşdü onları 70-80 müqavimət. Ondan sonra bizim Zenitka, 4 Vollu Zenitka KPVT ilə yaxşı işlədilər. Kapitan Qurbanın olduğu pozisiyada sağ tərəfdə BMP-2 yaxşı işlədi. Ümumiyyətlə, həmən gün bizim uşaqlar ermənilərin qüvvələrini hücumunu dəf elədilər.